En çok soruşulan ikinci ekran. Yani bilirsiniz Leap Motor C16'da bir ekran olur. Bu ikinci ekrandır. Bu ikinci ekranı daha içindən yenə də dedim, daxili bazarından almışam və çox keyfiyyətlidir. Həm Android Auto'nu, həm də CarPlay dəstəkləyir. Burada CarPlay, Android Auto, bütün hər şey, yəni istədiyiniz hər şeyi yükləyə bilərsiniz. Yəni Android tablet kimi, planşet kimi. Burada bütün oyunlar oynaya bilərsiniz. İstədiyiniz oyunu yükləyə bilərsiniz. Mən PlayStation pultunu bağlamışdım. Burada rahat şəkildə oyun oynayırdım. Yəni evə baxmaq üçün. Burada APK şəklində yüklüyürsünüz. İstədiyiniz hər şey var. Yəni YouTube, necə deyim, Netflix, Yandex Browser. Bunun müsbət tərəfi odur ki, mən heç vaxt avtomobilə əlavə bir şey yükləməmişəm. Yəni olduğu kimi qalıb. Heç vaxt əlavə yazılım və ya da əlavə proqram yükləməmişəm, heç qoşdurmamışam. Burada istədiyim hər şey var. Yəni bundan istədiyiniz yükləyə bilərsiniz. Avtomobilə dəyilmiş də sayılmır. Yəni avtomobil heç qarantiyadan da belə düşmür. Dediyim kimi çox rahat, çox sürətli və çox, necə deyim, əlverişlidir. Android Auto'nu həmişə istifadə edə bilərsiniz bunu. Belə. Yəni bunu çox soruşan olmuşdu. Necə qoşulduğunda mən video şəklində göstərirəm. Yəni bu olduğu kimi bax qıraqlarda panel belə uzunasına gəlir. Buradan taxılır bura. Arxadan da bilmirəm göstərə bilərəm yoxsa yox. Bilmirəm göstərə bilmədim. Və sim kart girişi də var. Yəni istəsəniz nömrə taxıb telefon şəklində də istifadə edə bilərsiniz və yaxud da ki internetini istifadə edə bilərsiniz. Çox maraqlı və çox sevdiyim bir aksesuardır.